Qərbin həm təbii ki, Qərb bir tərəfdən son proseslər də göstərir ki, regional düzəndə Gürcüstanın nisbətən Ermənistanın mövqeyinin möhkəmlənməsində maraqlıdır. Və siz qeyd etdiyiniz kimi, yəni bir tərəfdən biz Bakı-Tbilisi qarşısının ötürmə qabiliyyətini 1 milyon tondan 5 milyon tona qaldırırıq və imkanlar təbii ki, genişdir. Həmin söhbət yük daşımadan gedir və eyni zamanda təbii ki, bu həm də Gürcüstan üzərindən Asiyadan qərbə çıxış imkanları deməkdir, amma Gürcüstanla qərbin münasibətləri və Ermənistan-Qərb münasibətləri ona xəbər verir ki, Qərb daha çox Ermənistanı burada, yəni təbii ki, Gürcüstanla müqayisədə daha öndə görməkdə maraqlıdır və regional layihələrdə növbəti mərhələdə, təbii ki, əgər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanarsa, növbəti mərhələdə Qərb daha çox çalışacaq ki, Ermənistan bu prosesdə aktorlardan birinə çevrilsin. Amma sözsüz bu bir tərəfdən Ermənistanın da əslində infrastrukturu inkişaf etməyib. Baxmayaraq ki, dəmir yolu xətti təbii ki, Rusiya tərəfindən idarə olunur. Amma eyni zamanda istər dəmir yolu xətti, istər digər nəqliyyat növləri kifayət qədər ciddi investisiya tələb edir. Və relyefi də nəzərə alsaq, tələb edən sərmayənin həcmi kifayət qədər böyükdür. Ona görə də, yəni siz qeyd etdiyiniz Paşinyanın göstərdiyi və ya təqdim etdiyi xəritə əslində yaxın dövr üçün real bir xəritə deyil. Amma Ermənistan prosesdə hansı formada iştirak edə bilər? Bizim hörmətli dostumuz Müşfiq müəllim qeyd etdi. Zəngəzur dəhlizi reallaşarsa. Çünki Zəngəzur dəhlizi Ermənistan Zəngəzurdan, yəni indiki Ermənistan ərazisindən keçəcək bir dəhliz. Əslində Zəngəzur dəhlizi həm də Ermənistan üçün bir imkanlar yaradır. İstənilən iqtisadi qiymətləndirmə göstərir ki, əslində Ermənistanda rasional yanaşma olarsa, Ermənistan koridorun dəhlizin açılmasında maraqlı olmalı. Əlbəttə. Çünki Ermənistan üçün ixrac imkanları deməkdir. Ermənistan üçün Asiya, Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə Asiya və Qərbə bağlantı deməkdir. Yəni Şərqə və Qərbə bağlantı deməkdir, Asiya və Avropaya. Həm də Ermənistan üçün Şimal-Cənub nəqliyyat dəhlizinin çıxış imkanları deməkdir. Çünki söz gedən dəhliz həm də Şimal-Cənub nəqliyyat dəhlizi ilə inteqrasiya olması. Əsas Ermənistanın partnyoru iqtisadi cəhətdən Rusiyadır. Alış-veriş elədiyi. Yəni faktik olaraq orada da məhz bu dəhliz açılarsa, dəmir yolu vasitəsilə bu nə qədər ona ucuz başa gələ bilər, təhlükəsiz ola bilər. Qar yağan kimi, sel aparan kimi o Larsdakı yol bağlanır, məsələ bitir. Yəni bu ən azından əlbəttə iqtisadi cəhətdən çox zərbəlidir. Ermənistan çünki ixracatını diversifikasiya etmək istəyirsə və ya bir və ya az mənbədən ixrac mənbəsi olaraq asılı olmaq istəmirsə, o zaman təbii ki, dəhlizin açılmasında maraqlı olmalıdır. Amma təbii ki, burada Ermənistanda rasional yanaşmadan daha çox revanşist yanaşma var. Burada təbii ki, Zəngəzur dəhlizinin daha qısa zamanda açılması ilə bağlı xeyli suallar yaradır. Təbii ki, Cənab Prezidentin qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin açılması zaman məsələsidir. Bu dəhliz olacaq. Amma təbii ki, burada söhbət nə qədər tez olursa, region üçün, əməkdaşlıq üçün və ümumiyyətlə regionun inkişafı üçün o qədər çox töhfə vermiş olacaq. Və sözsüz qeyd etdiyimiz kimi, burada artıq Ermənistan da Zəngəzur dəhlizi vasitəsilə məhz bizim bugün müzakirə etdiyimiz o qlobal nəqliyyat dəhlizlərinə inteqrasiya oluna bilər və onu orada artıq bir elementə çevrilə bilər. Çünki yeganə əslində proseslər göstərir ki, Ermənistanın ayrı variantı yoxdur Ermənistan. Hardan girəcək? Siz bayaqdan danışırsınız, mən də gözümün önündə xəritəni bütün formatda 3D, 2D gözümün qabağına gətirirəm. Bunu görəsən Avropa İttifaqının ora gedən danışanları görmürdülərmi, yoxsa tanımırlarmı xəritəni? Ermənistan orada hansı rol oynaya bilər, əgər Azərbaycan yoxdursa? Təbii, Zəngəzur, həm də ki, relyef olaraq biz baxsaq, çünki digər yanaşma Zəngəzurdan deyil, Ermənistanın digər hissəsindən koridorun açılmasıydı, amma hətta onun qiymətləndirməsi də aparır ki, relyef imkan vermir. Orada çox dəhşətli bir yerdir. Belə, orada yük daşımalar və ya sərnişin daşımalar praktik olaraq mümkün deyil. Praktik olaraq mümkün deyil. Əgər mümkün olsaydı, Sovet dövründə bütün əsas ticarət yolu Meğri üzərindən, yəni Zəngəzur dəhlizinin Meğri üzərindən niyə gedirdi? Məsafə uzaq idi. Belə daha yaxın ola bilərdi. Amma o yol etibarsız və çox baha başa gələn bir yoldur. Amma yenə təkrar edirəm ki, Türkiyə ilə lap tutaq ki, sərhəd açıldı, lap tutaq ki, buradan hardan girəcək? İran varsa, İran oyuna girəcəksə, o zaman elə İran birbaşa Türkiyəyə açılır, məsələ bitər də. Yəni Ermənistan niyə? Bilirsiniz, burada əslində iqtisadi məsələlər deyil, burada sırf siyasi oyundur. Gürcüstandan küsüblər, Avropa İttifaqının hansı nümayəndələri və o küsünün acısını yaşayır. Və ona görə biraz qərb siyasəti var. Regionla bağlı yanaşmada tamamilə doğru qeyd edirsiniz.
Amma sözsüz iqtisadiyyat həmişə driverdir də. Bəli. Yəni iqtisadiyyat həmişə çəkir və regionu inkişaf Məncə etdirir. də çəkəcək və burada artıq fərqli bir şeylər Sadəcə görəcəyik. sonra bir məqamda qeyd etmək istərdim ki, sən qarşılıqlı tariflərdən sonra güman olunur ki, Avropa İttifaqı və Çin arasında və ya Asiya arasında ticarət dövriyyəsi artacaq. Bir tərəfdən Çin Avropa İttifaqı bazarına daxil olmağa çalışacaq, daha çox təbii ki. Çünki Avropa İttifaqı da 500 milyon istehlakçısı olan və alıcılıq qabiliyyəti baxımından ən böyük bazardır. Çünki alıcılıq qabiliyyəti baxımından Avropa İttifaqı bazarı digər bazarlardan daha üstündür. Yəni əhali sayı ilə deyil burada alıcılıq qabiliyyəti. 500 milyon da əslində kiçik rəqəm deyil, yarım milyard kifayət qədər böyük bir istehlakçı rəqəmdir.